Robert Sharma MLM biznesini belə izah edir. MLM sadəcə məhsul satışı və ya pul qazanmaq yolu deyil. Bu şəxsin liderə çevrildiyi bir inkişaf sistemidir. Burada əsas məhsul sən özünsən, düşüncən, intizamın və davranışların. Bu biznesdə liderlik titulundan yox, nümunə olmaqdan başlayır. Vaxtında durmaq, sözündə durmaq, davamlı olmaq və inkişaf etmək. Komanda məhz buna görə səni izləyir. MLM-də uğur sistemində yox, gündəlik intizamdan gəlir. Kiçik, amma hər gün edilən addımlar zamanla böyük nəticələr yaradır. Bu sürətli qazanc axtaranlar üçün yox, səbirli olub uzun müddətli gəlir və miras qurmaq istəyənlər üçündür. Komanda sənin düzgündür. Sən nə qədər inkişaf edirsənsə, bizneslə o qədər böyüyür.